Fotoelektrik sensorunun iş prinsipinə baxacağıq. Üzərinə baxdığımız zaman qeyd olunub ki, işləmə gərginliyi 10-30 voltdur, çəkəcəyi maksimum cərəyan 200 mAh-dir, məsafəsi 5-30 sm-dır və PNP həm NO-su var, həm NC-si. Kabelləşməsindən də görə bilərik, 4 kabellidir. Və fotoelektrik sensorunun üzərində qeyd olunub ki, PNP həm NO-su var, həm NC ayağı var. PNP olması o deməkdir ki, biz bu tutaq ki, NO ayağından, qara ayaqdan obyekti gördüyü zaman fotoelektrik sensora bizə çıxışda nə verəcək? 24 volt verəcək. Və bizim relemiz də 24 voltdan işlədiyi üçün obyekti gördüyü zaman açıq ayağı qapanır fotoelektrik sensorun və 24 voltu reləyə verir və relə də kontaktını dəyişir. Biz də reləyə artıq nəsə qoşub işlədə bilərik. Və ümumiyyətlə fotoelektrik sensor işıq şüası ilə işləyir. Qarşısına maneə keçəndə onu bizə bildirir, detekt edir. Və kabelləşməsinə baxsaq, adətən də belə olur, tipi qeyd olunub və kabelləşməsi bu şəkildə yazılıb ki, qəhvəyi plusa bağlayırıq, mavini minusa və qara olan kabel açıq kontaktıdır. Daha yaxından baxsaq görürük ki, açıq kontaktıdır. Ağ isə qapalı kontaktıdır. Və biz qoşacağımız işlədicini indi işlədici olaraq da relay istifadə edəcəyik. Biz releni və işlədicini mavi ilə qara arasına və mavi ilə ağ arasına qoşa bilərik. Və kontaktdan asılı olaraq istifadə etmək istəsək qaradan, NC istifadə etməsək istəsək ağdan istifadə edəcəyik. Gəlin qoşaq. Pilusu gətirdik, qida blokundan istifadə edirik və qida blokundan pilusu götürüb üzərinə qeyd olunduğu kimi qəhvə ilə əlaqələndiririk. Minusu bulu ilə əlaqələndiririk. Üzərində baxırıq işlədicinin nə ilə nəyə arasına. Tutaq ki, biz istifadə edəcəyik qara açıq kontaktdan, yəni qara kabeldən istifadə edəcəyik. Qara kabeli qoşuruq işlədicimizə. İşlədicimiz də relədir. Relenin A1-inə qoşuruq. Bobin ayaqlarından bir A1-ə qoşuruq. Daha sonra isə üzərində yenə gördüyümüz kimi qaranı qoşduq biz işlədiciyə. İşlədicinin digər ayağını, yəni A2-sini biz qoşmalıyıq mənfiyə. Mənfidən qida blokundan bir kabel də gəlir, qoşulur relenin. Kabelləşməmizi etdikdən sonra açıq kontaktını gördüyünüz kimi istifadə etməmişik. Kabelləşməni etdikdən sonra indi işləmə prinsipinə baxacaq. Və qarşısına maneə keçdiyi zaman, tutaq ki, maneə keçdi. Daha sonra isə qida blokunu işə salırıq və qarşısına maneə keçdiyi zaman işığı yanır və həmçinin eyni zamanda görürük ki, relé işə düşür. Yəni kontakt vəziyyətini dəyişir. Və bunun məsafəsi də 30 sm, yəni buradan qida blokunda görə bilir. Yəni proximity sensorlardan fərqli olaraq obyekti müəyyən eləmə məsafəsi çox kiçikdir. Daha doğrusu çox böyükdür proximity sensorlardan fərqli olaraq. Ümumiyyətlə obyektin proximity sensorlarda daha qısa məsafədə müəyyən eləyir obyekti, amma fotoelektrik sensorlarda isə daha uzaq məsafəni buradan power supply qida blokunu təyin edə bilir, 30 sm olduğu üçün. Və bunlarda həm metalı, həm qeyri-metalı detekt edə bilər. Detekt elədiyi zaman da işıq yanır. İndi bizdə də işlədicinin işə düşməsini relenin bobin ayaqlarına gərginlik verməkdən, gərginlik getməklə görə bilirik.